Monitoring tipli suallar seriyasından növbəti bir məsələmiz. Perimetri 28 sm olan 6 kvadrat yanbayan bir düz xətt üzrə birləşdirilir. Alınan yeni fiqurun sahəsini tapın. Yeni bir fiqurumuz yaranacaq. Həmin fiqurun nə enini bilirik, nə uzunluğunu bilirik. Bizə deyir ki, amma bu fiqurun sahəsini tap. Bildiyimiz yeganə şey fiquru əmələ gətirən kvadratın perimetridir. Əvvəlcə həmin fiquru yaradaq. Həmin fiquru yaradırıq. 1, 2, 3, 4, 1, 2, 3, 4, 5, 6. 6 fiqur var. Fiqurun perimetri, birinin perimetri 28'dir. Perimetri 28 santimetr olan kvadratın təbii ki, perimetr kvadrat bərabərdir 4 vurulsun A düsturundan yola çıxaraq 28-dirsə bərabərdir 4 vurulsun A. Biz buradan A-nı tapacağıq ki, A 28 bölünsün 4'dür, A bərabərdir 7'dir. Və gedib hər tərəfə 7, 7, 7 kimi qeydlər aparacağıq. Və beləliklə fiqurumuzun həm uzunluğundan, həm də enindən artıq məlumatımız var. Uzunluq 6 ədəd 7'dir, yəni 7 vurulsun 6'dır, yəni 42'dir. Toplamda yəni bu 7'lər hamısı birlikdə 42 santimetrdir. Və S bərabərdir, düzbucaqlı formasında olduğuna görə düzbucaqlının sahəsini tapmaq üçün biz 7'ni vuracağıq 42'yə. O da bərabər olacaq 294 santimetrin kvadratına.